6 il iş üçün bir vətəndaşı gözlətmək məmurların vəzifə öhdəliyini məsuliyyətlə yerinə yetirməklərindən irəli gəlir. Həqiqətən də adamın gözü yaşarır. Bu qədər vətəndaşı düşünmək olmaz axı. Ay vəzifəli şəxslər. Şikayətçimiz Goranboy rayonu Təklə kənd sakini Əliyev Emindir. 2019-cu ildən adını məşğulluq idarəsinə yazdırdığını deyən 3-cü qrup əlil olan şəxsin problemini gəlin öz dilindən eşidək. Bu arada səsləndirilən iddialarla bağlı qarşı tərəfin də deməyə sözü olarsa işıqlandırmağa hazırıq. Mən Əliyev Emin Tahiroğlu, Goranboy rayon Təklə kəndində yaşayıram. Hazırda ailəliyəm. Ailədə 5 nəfərik. 3 uşağımız var. Biri gələcəyin əskəridir. Mən cənab prezidentimizdən köməklik istəyirəm. Xahiş edirəm ki, cənab prezident mənə köməklik göstərəsiniz. Mən də bu özünə məşğulluq proqramından yararlanan aidiyyatlı qurumlardan köməklik istəyirəm. Bütün kanallardan xahiş edirəm ki, mənim bu şikayətimi işıqlandırasınız. Özüm hərbi xidmətdən 3-cü qrup əliləm. Pensiyadan başqa gəlir yerim yoxdur. Yoldaşım heç yerdə işləmir, dolana bilmirik. Xahiş edirik bizə bir köməklik göstərəsiniz. 2019-cu ildə Goranboy rayon özünə məşğulluq idarəsində qoyunçuluğa yazılmışdım. Çəkiliş gəldi, şəraitimə baxış keçirdilər. Mənə bildirdilər ki, səni sorğuya çağıracağıq. 6 il gözlədim. Bu 6 il müddətində mənə özünə məşğulluqdan heyvan vermədilər. 2024-cü il fevral ayının 9-da yoldaşım Mehtiyeva Aysel ilə Goranboy rayon özünə məşğulluq idarəsinin nümayəndələrinin qəbulunda olduq. Fərid müəllimdən İqbal müəllim mənə bildirdilər ki, sən əmək qabiliyyətsizsən, sənə heyvan düşmür, biz sənə heyvan verə bilmərik, siz elə bil ki, heyvan saxlaya bilmərsiniz. Əgər mən əmək qabiliyyətsizəmsə, bəs niyə sosial yardıma müraciət edəndə məndən iş yeri istəyirlər? Deyirlər ki, iş yerin yoxdursa sənə sosial yardım düşmür. 2024-cü il fevral ayının 9-da yoldaşım Mehtiyeva Aysel Vahid qızının adını özünə məşğulluğa, qoyunçuluğa yazdırdım. Bir ildir də o gözləyir. Nə bizə, nə mənə, nə yoldaşıma heyvandarlıqla bağlı müraciətimizə baxan yoxdur. Xahiş edirik bizə köməklik göstərəsiniz. Mən Goranboy rayon icra hakimiyyətində də oldum. İcra hakimiyyətinin başçısı Məhərrəm müəllim özünə məşğulluğun müdürü Anar müəllimə tapşırıq verdi. Anar müəllim də mənə bildirdi ki, mən rəhbərliyə müraciət eləməliyəm. Görək oradan nə deyirlər. Xahiş edirəm gözləyəsən.